36. Atanın 40 oğlan yaşıyor. Neçə sonra tanıyır? Demək, neçə ilə x desək, 40 üstə gəlsin x, bu atadır. Deməli bu bərabər olmalıdır. Bu oğuldan böyük olmalıdır da. Oğul da 10 il 10 il deyirəm. X il artmalıdır. 10 üstə gəlsin x. Və bunu 3-ə vurmaq lazımdır. Çünki ata oğuldan deyir 3 dəfə böyük olacaq. So, bu tənliyə həll etmək lazım. Onda yenə yazır 40 üstə gəlsin x. Bu mötəzəyə vurub atsaq nə olur? 30 üstə gəlsin 3x. X 5 olur. Onda buradan 2x bərabər 10 olur. X də olur 5. X də biz elə nə demişik? Neçə ildən sonra? 5 ildən sonra. Sonra düzbucağın perimetri 60-dır, eni də 10-dur. Sahəni tapmaq üçün uzunluq lazımdır. 60-dırsa, deməli bu enlə uzunluğun cəmi 30-dur. Yox? Bəli. Çünki toplayıb 2-yə vursan da. Deməli en 10-dursa, uzunluq onda nə qədərdir? Əgər cəm 30. 20. 20-dir. Sahəni də tapmaq üçün eni uzunluğa vurmaq lazım. Yəni 10-u 20-yə vurmaq lazım. 100. Bu da elədir 200. Sonra avtobusda 30 nəfər var. 5 nəfər düşdü. 8 nəfər mindi. Neçə sərnişin oldu? Daha doğrusu 30 nəfər, 30 nəfər yox, 30 sərnişin. Nəfər desəm şoferdə sayacam. Deməli 5 nəfər düşdü, 25 oldu. 8 nəfər gəldi, oldu nə? Maşayda 33 nəfər oldu. 33 nəfər. Sürət 80 km/saatdır. Bu tip suallarda buranı baxmaq lazımdır. Kilometr saatı saatla soruşur, dəqiqə ilə soruşur. Amma saatla soruşur. Sürət budur, 80 km/saat. 4 saatda da nə qədər yol gedəcək? 320. 320. Vurmaq lazımdır. 320. Sürəti zamana vurmaq lazımdır. Yol tap. Aralı məsafə 300 olan, indi sənə yolu verib, yəni 300-dür. Qarşı-qarşıya 2 maşın gəlibsə, bilmək lazım tez sürətlər toplanır. Sürətlər toplanır. Bəli. Sürət 70-dirsə, digər sürət 80-dirsə, bunları toplamaq lazımdır. Elə də 150. 150'ye böləndə 52. Yolu da və yaxud da ki 150-ni nəyə vursam, bax 150 sürətdir, bayaq vurma ilə gəlmədim. Bir zamana vursam 300 eləyibsə, o zaman da 2-dir onda. Neçə saatdan sonra? 2 saat. Kvadratın tərəfi 4-dür. Sahəsi ilə perimetrin cəmini tap. Kvadratın tərəfi, kvadrat elə düzbucaqlı kimi bir şeydir. Yəni tərəfi uzunluğu da 8-dir, eni də 8-dir. 8-i 8-ə vuranda eləyir 64. Bəli. Və yaxud da kvadratı deyirlər bunu. Perimetridə 4 dənə tərəfin hamısı düzbucaqlı 2 tərəf deyil, eyni. 32 də bəli 32. Bu da eləyir 32. Yəni 4 dənə tərəf eynidir. Bunların cəmi dediyi neçə? 96. Mağazada hər biri 50 qəpik olan 10 dəftər. Cəmi, bax, axırda deyir cəmi nə qədər pul. Deməli, pulu hesablayaq birinci. Deməli, 50 qəpikdən 12 dənə dəftər nə qədər eləyir? 6 manat. 6 manat. 6 manat bu. 20 qəpikdən 5 qələm. Yəni 1 manat. 1 manat. Ümumilikdə 7 manat. 7 manat. Deməli, nə qədər pul xərclədi? 7 manat pul xərclədi. Yəqin ki, manatla verərlər də cavab. Sonra 3 kiloqram alma 6 manatdır. 10 kiloqram neçəyədir? 20. 3-ün 2 qatı olubsa, 20, onun da 2 qatı olacağına 20. Elə eləyirlər, bir dəqiqə. 3 kiloqramı 6 manatdır. 20. Mən 6 çəbərində 2 eləyir, onu da 2-yə vuranda 20 eləyir. Ən sadə yol. Bəh. Yox, axıram görüm düz mü danışır, tərs falan. Düz oldu. Düz oldu. Deməli, divarın hündürlüyü 3 metr, ilbiz gündüz 2 metr qalır, gecə 1 metr aşağı düşür. Fikir verin, hansı sualdandır? Bəli. 200 yenə də. Niyə? 2 getdi. 2 getdi, bir aşağı düşdü də. Oldu 1. Elə bir Və sonra 2 verəndə bunu orada asan satır da. verib. 2 verəndə satır. Bunu asan verib deyə, biz elə asan yoldan eləyəydik onu. Bunun düsturu da var idi da, amma düstur bunun növləri var axı. Gündüz, gecə söhbəti, yoxsa düşdü qalxdı, belə də ola bilər. İndi nəysə, bu hündürlüyü az verib deyəli, birbaşa bunu hesablayaq da biz. Hündürlüyü təsəvvür edək ki, belədir, 3 metrdir.
İndi mən gündüzdür tutaq ki. Məsələn gecə də ola bilər. Gündüzdən başlasa 2 metr yuxarı qalxsa burdadır. 1 metri qalıb. Amma gecədə 1 metr aşağı düşəcək, gəldi düşdü yenə 1 metrə. Yəni bu 1 metr. normalda bir günə nə oldu? Yəni bir günə 1 santimetr getdi. 1 santimetr getdi artıq. 1 metr getdi alırız. İndi o yenə 2 metr qalxmalıdır. Hal-hazırda biz 2 metr qalxır, mən qutarır da. Mən 2 200 metr qalxanda gəlib çatacaq hara? Bu divarın başına. Demir ha, keçəcək. 3 metr hündürlüyü keçəcək. Ya 3 metr, onsa divarın hündürlüyü 3 metrdir. O necə keçəcək? Başına çatmaq üçün məcbur o 1 metr gündüz baş verəcək. 2 metr yuxarı qalxanda artıq nə olacaq? 2 gün sayılır da o da. Elə bil ki biz deyirik ki, məsələn deyirəm də, bu gün dərs var, gündüz məsələn. Bu gün gündüz dərs var. Bir də gecə dərs olacaq. Bu neçə gün sayılır? Mən 5 gün Bir sayılır. gün sayılır da. İndi bu da 10 kimi. Elə bil ki bir gündüz, bax bayaq gündüz qalxmışdı, gecə düşmüşdü aşağı. O bir gün idi. O bir gün sayılır. İndi isə bu 2 metr gündüz qalxırsa, gecənin daha daxilisi yoxdur bizə. İkinci gün sayılır burada. Olacaq 2 gün. Yəni fərqi yoxdur onun gecə gündüzün. 3 ardıcıl tək ədəd. Tək dedisə, cüt dedisə, sən onu x götür. Bəzən bunu məsələn cüt götürəndə 2n götürürlər. Cüt olması üçün də. Amma sən x götür getsin. X deyirsə, tək deyirsə, onda biri x-dırsa, biri x üstə gəl 2-dir. Çünki niyə? Məsələn x-in özü 3 olsa, ardıcıl olmasa, o birisi digər tək ədəd 5 olmalıdır. Ödəyir. Deməli, o birisi onda 2 vayda artır da, cüt də təkdir. O da olacaq x üstə gəl 4. Bunların cəmi 4, 2 üstə 6. 3x üstə gəlsin 6 olmalıdır bizdə 57. Buradan da x alacaqsan, deməli 17. Alacaqsan 17. İndi mən nəyə soruşur? Bu ədədlər ən böyüyü. Ən böyüyü x üstə gəl 4 idi. 17 üstə gəl 4. 21. Sonra 4 dəftər 2 qələm 10 manatdır. 2 dəftər 1 qələm neçəyədir? Səncə Mən yarısı da, mən 5 yarısı? manat. Hə, onu görməyə, ona görə verib. Deməli 2 dəftər, 4 dəftər 2 dəftər olması üçün yarısını tapıb. 2 qələm 1 qələm olması üçün yarısını tapıb. Məcbur pulun yarısını tapmalıdır 5. Çünki bunu heç vaxt tapa bilməzsən bu formada verirsən. Başqa formada. Məsələn desək ki mənə 4 dəftər 2 qələm 10 manatdır. 3 dəftərin qiymətini tap. O heç vaxt tapmaq olmaz. Onda öncə mən şey eləməliyəm. Onda özə məsələn tənlik də qura bilməzsən. Çünki niyə? Səndə 2 dənə məhsul var. Cürbəcür ola bilər hallar. Səndə iminli 2 dəftər 1 qələm ona görə verib ki, 10 manatı yarıya bölə biləsən. Sonra kitabın 120 səhifəsi var. 4də 3-ünü oxudu. Neçə səhifə qaldı 5-ci sinif səviyyəsində hissə tapılması? O heç onun kömək üçün verib. Neçə səhifə qalmağı tapmaq üçün nə qədər hissəsi qaldı? Mən şey deyirəm bu 4-də 3-ü 30-dur da. Mən 4-də 3-ü 90-dır. 120-dən 90 çıxanda 30 qalır. 120-nin 4də 1-ini tapmaq lazım. Yəni bu hissə nədir? 4də 3-ü gedibsə nə qədər hissə qalıb ondan? 4də 1-i 120-nin 4də 1-ini tapmaq lazım idi. 4 saata doldurur, 12 saata doldurur. Bax doldurur. İkisi də doldurur. Çünki niyə burada doldurur deməsə də cümlə davam edir də. İkisi də doldurursa neçə saata dolar? Deməli 4 saata doldurursa 1 saata nə qədər hissəsini doldurur? 4də 1 hissəsini. Mən 4də 1. 12 saata doldurursa borunu. 1 saata da 12də 1 hissəsini doldurur. Bu hissələr toplanır, çünki ikisi də doldurur. Bunlar toplayırsa neçə eləyir? 12də 4. 3, 12də 4, o da eləyir neçə? 3də deməli 1. 3də 1. 3də 1 hissə. 3də 1 hissə. Biz də axı 4 saata 4də 1 deməmişdik. Belə deyək də. 3də 1 də neçə saat deməkdir? Mən 3də 1 də şey, mən şey deyirəm, 20 dəqiqə. Yox, 3də 1, 4 saata 4də 1 deməmişdin, tərsinə çevirməmişdin. İndi 3də 1 aldığın cavabı da tərsinə çevirmək lazımdır həmişə. Tərsinə. Məsələn, deyək ki, mən belə bir şey aldım. Məsələn, çıxa bilər də, tutaq ki, qabağıma. Almışam ki, mən tənliyə hesabladım.
Heç yuxarıda sürətdə 1 almamışam. Almışam 12-də 5. Səncə cavab nədir? 12-də 5 isə mən 5-də 12. 5-də 12. 5-də 12 saat. Saat ha. Məsələn dəqiqəyə çevirib dəqiqəni tapa bilərsən. Sonra 2 rəqəmli neçə natural ədəd var? 99-10 plus 1. Yəni 90. Ən birinci 2 rəqəmli ədəd 10-dur, axırıncı 99-dur. Və bunlar daxil olduğu üçün 99-dan 10 çıxırsan, üzərinə də 1 gəlirsən. Və son 90 dənə. Ya da belə eləyirsən, 99-dan təkləri 9-u çıxırsan. Düzdür? Bəli, bəli. Hə. Birdən 50-yə qədər olan ədədlərin yazıda neçə dəfə 5 rəqəmi istifadə olunub? İndi burada da bax, burada da indi cümlədə deyəcəklər 50 daxildir yoxsa yox. Gördün? Yəni bu biraz sualı məsələn niyə belə formada verəsən ki? 51 yox da. 49 deyilən də elə. 49-a qədər deyilən də. Yəni bu 5-i bura yazıb, sonra da qədər deyib. Qədər deyəndə daxil götürüm o 50-ni yoxsa yox. O sual çıxır ortaya. 50-nin 5-ini götürək yoxsa yox. Mən qədər deyəndə götürmürlər axı məncə. Bir də görsə götürürlər. Yəni onu deyirəm də 2 yerə ayrılır sual. Bax bu 50-ci sual var, 2 yerə ayrılır. Biz normalda tapaq görək 5 rəqəmi hansılarda var? 5-də var, 15-də var, 25-də, 35-də, 45-də. Məsələn, tutaq ki 50-ni götürdük, götürmədik. Ondan görə cavab dəyişir. Deməli 1, 2, 3, 4, 5 dənə və yaxud da 6 dənə. Ona görə də qədər deyəndə ən yaxşı mən kitablarda görmüşəm. Mötərizə qeyd eləyir ki, 50 daxil. Mötərizə qeyd olmalı 50 daxil. Bəli, O mötərizə mütləq lazımdır. Və yaxud da desək ki 50 daxil deyil. O qədərə, həm ya da ki belə eləməlidir. Sual dəyişməlidir. 49 deməlidir ki, heç olmasa ki, ümumiyyətlə bizə lazım olmasın o. 49-a qədərdirsə, 49 daxil olsa da olmasa da bizə lazımdır ki, içində 5 yoxdur. Yəni sualı elə verməlidir ki, bu qədər deyəndə 2 deyirəm də, məsələn kiməsə sual versən, o başqa cür cavab verəcək. 50-ni götürən də olacaq, götürməyən də. Ona görə bu sual da nəsə belə qəribədir. Sonra rəqəmləri cəmi 12, rəqəmləri müxtəlif ən böyük 5 rəqəmli ədəd. 9-dan başlaya bilərmi səncə? Deyəsən yox. 9-dan başlasa 4 dənə rəqəmin cəmi 12 deyə bilərsən, fərqli. Deyə bilərsən deyəsən də. Sonuncu 0 olsa bu 3 dənə rəqəmin cəmi 12 yox, 3. 3 dənə rəqəmin cəmi 3 ola bilər? 3 dənə rəqəmin cəmi 3 olur. Ola bilməz. Məcbur biri 0 olmalıdır, eyni olacaq. Yəni bu ədəd 9-dan başlamır. 8 ilə bəs 8 olsa, sonu 0 olsa, bu 3 dənənin payına 4 qalır. Olmaz. 3 dənə rəqəm 4 ola bilər? Cəmi. Ola bilməz. Ola bilməz. 7 ilə başlasa. 10-da olar. Necə? 5 necə eləyək? 1 Ha, bunlar olmaz. Olmadı bu da. 6 olsa olar. Bunda özü olar. Bunda özü olar. 6 olsa bura 6 yarada bilərsən. 1, 2, 3 məsələn. 1, 2, 3-dən başqa zaten yoxdur da, var. 1, 2, 3, 0 olsun. Ama sizce en böyük. Hə, ona da qoşacağam. Deməli 1, 2, 3-dən başqa halı var onun? Yoxdur. Yoxdur. Var məsələn 4, 2, 0. O 0 var axı artıq. 4, 4, 2, 0. Bir dəqiqə, 0-ı axıra qoymaqla mən bu ədədi böyütmək istədim. Güya düz elədim, görəsən. Elə bir düz eləmədim axı. Sən belə deyirsən də 6, sən deyəndə biz də 3, 2, 1 bunu deyirik, hə? Axı 6, 4 ola bilər.
Bu sıfırı niyə axıra qoy? Nətər ola bilər? O sıfırı niyə axıra qoyaq? 6 4. Hə. Hə, burada axırı 2 dənə sıfır olacaq da. Hara qoyursan qoy. 6 4 2 2 dənə sıfır qoymalısan. Hə, sıfırlar önəmi yoxdur. Düz. Ən böyüyü 63210. Rəqəmləri cəmi 12 olan ən kiçik 5 rəqəmin ədədin fərqi. Amma görürsünüz burada rəqəmlər fərqli deməyib. Rəqəmləri cəmi 12 olan ən kiçik ədəd. 5 rəqəmli bu da. Ən kiçik deyibsə bu 1 ilə başlasın. 1. Sonra 0 da olsun. Sonra 2 olsun. 3 getdisə 9. Bura 2 dənə ədəd qoyaq, amma balaca olsun. 9 verən cəmi. 3-dən 6 da. 3-dən 6. Deməli, rəqəmləri cəmi 12 olan, rəqəmləri müxtəlif olan ən böyük 5 rəqəmli ədəd 63210 tapdıq. Amma rəqəmləri cəmi 12 olan ən kiçik 5 rəqəmli ədəd səhv oldu elə bil, hə? Ən kiçikdə elə bir səhv oldu axı. 2 Mən niyə axı? 2 bir dəqiqə buna 0 versəm bəs 100 belə başlasa. Bir dənə də 0 versəm 1 olacaq. Var axı ondan kiçiyi tapdım axı. Bu da olacaq deməli 11 verən 11 11 2 9. Axı 10029 da var. El deyil. Onda axırdakı hamısına 0 döşəydi. Hamısına 0, 12 elə aldı axı cəm. Hə, o da var. Deməli mən 1 əvvələ 1 verirəm, o heç. Sonra 0 2 dənə qoyuram, o da heç. Kiçiyi götürmək istəyirəm. İndi bu 2 dənə cəmi 1 gedib 11 olmalıdır. 11 olması üçün mən 1 deyə bilmirəm, çünki rəqəm olmalıdır axırıncıda. Ona görə məcbur 2 deyirəm. Gerdə qalan özü artıq 9 çıxır. Budur. Deməli, ən böyük 63210 tapdıq, ən kiçiyi də 10029. Fərqini tapın, oradan çıxmaq lazımdır artıq. İndi səhvim olmadısa da orada. 3 rəqəmli ədədin sonuna 3 rəqəmi yazılarsa, ədəd neçə vaid artar? Hə? Səncə? Ədədin soluna 3 rəqəmi yazmaq nə qədər? 3000 vaid artar, 3000 vaid artar. O ədədi 3000 artırmaq deməkdir də. Məsələn, deyək ki, məsələn, ədəd olsun. Tutaq ki, 100. 100-ün solu bu tərəfdədir də, olur 3100. Əvvəl 100 idi, 3100 olub, 3000 vaid artıb. Əvvəli artırmaq, yəni minliyinə 3, minlik mərtəbəsi deməkdir də. 3 olmalıdır, 3 vaid artıb. Minlik mərtəbəsi 3 vaid artıb, bəli. O da 3000 artıb. Bu da alt-alta görmüşük bu sualı. Bu formada verib də sadəcə. Bəli, bəli. Bir alt-alta düşünsək, alt-alta düşünsək. ABC cəmi 12-dir. C, A, B burada da var. B, C, A burada da var. A, B, C burada. Deməli, hər təkliyi, onluq, yüzlüyün cəmi ABC-dir. Onda ABC cəminə avtomatik belə qayda var. ABC cəmini tapmaq üçün belə qayda var. Götürürsən və bu orta hissədəki ədədlər də eynidir. Bax, 3, 3. Götürürsən 1-i, bir də 2-ni yazırsan bura, bəs sən. Bir əvvəldəki bir 1-i, bir də sondakı bu 2-ni. Olur 12. Mesela olur 12. 12. Ama ABC müxtəlif rəqəmlərdir deyir. Nəyə verib ki o şərt? ABC deyir müxtəlif rəqəmlərdir. Ondansa yəni o şərtdənsə də, çünki ABC cəmli olsa mən zaten 12 tapacağam. Hər ehtimalda. Eyni də olsa, müxtəlif də olsa. Ondansa bu ABC-nin üstünə xətt qoyardı. Deyərdi ki, bunlar 3 rəqəmli ədədlərdir məncə. Daha yaxşı. Nəysə, 4-də deyir ki, 2 rəqəmli ədədin onluqlar mərtəbəsini... bayaq sualda. Bayaq biz eləmişik. Onluğu 3 vaid artırmaq 30 vaid artım deməkdir. Təkliyi də 5 vaid azaltmaq elə
çıx 5 deməkdir. Bu nə qədər olacaq? 25 var da artar. Bəli. 31 artdı, 5 bir azaldı. 25 var da artdı da. 5 rəqəmli ədədin minliklər, onluqlar mərtəbəsindəki rəqəmlərin yerini dəyişsək. Bu rəqəmlərin fərqi necədir? İndi bir dəqiqə. Mən buradan yer. Deməli 5 rəqəmli ədədin minliklər, onluqlar mərtəbəsində rəqəmlərin yerini dəyişsək. Məsələn, başa düşmək üçün A, B, C, D, Y ədədi olsun. Azalar deyir. Hə, onda bu bir dəqiqə yuxarıdan yazaram onu. Mən burada minli ilə onluğun yerini dəyişəcəm. Yəni B ilə D-nin yerini dəyişəcəm. Onda A, sonra D, C, B, bir də Y olar. Bundan çıxmalıyam. Deməli A, D, C, B, Y ədədindən A, B, C, D, Y ədədini çıxmalıyam. 1980 olmalıdır. Yox, biz bu tərəfdə. 1980. Gör buradan başa düşdün, nə elədim mən burada? Elə bir 5 rəqəmli ədəd düşündüm özümdən. A, B, C, D, Y. Amma elə bir ki, minlik B-ni, minlik mərtəbəsində rəqəmi, bir də onluqdakı D-ni yeni dəyişsəm, böyüyəcək də ədəd. Onda 1980 var idi, azalıbsa. Böyüdən kiçiyi çıxanda 1980 olmalıdır. İndi Y-dən Y-ni çıxanda 0, o heç. A-dan A-nı çıxanda 0, o heç. B-dən D-ni çıxanda 8 eləyibsə, deməli B kiçikdir. Bir dənə bura bax. B-dən D-ni çıxanda 8 eləyibsə, B kiçik ədəddir. Burada da D-dən B-ni çıxanda aşağı 1 düşüb. Bax, D-dən B-ni çıxanda aşağı 1 düşüb. Məncə D-dən B-ni çıxmaq, yəni ki, bu rəqəmlər yeri dəyişmiş sana, onların fərqini istəyir. D-dən B-ni çıxmaq məncə 2 imiş. Bir dənə diqqətlə bax, D-dən B-ni çıxanda aşağı 1 düşüb, 1900-ün biri. Amma o 1 deyilmiş məncə, 2 imiş. Niyə? Çünki buradan bura onluq verə-verə gedəcək. B-dən D-ni çıxa bilməyəcək. C buna onluq verəcək. Sonra burada 0 qalacaq. 0-dan C-ni çıxan 9 eləyibsə, o eləyə bilməz. D buna 1 var, yenə verəcək. Onda DB var ha, DB burada yaranmış DB. DB fərqi aşağı 1 kimi düşməyinə baxmayaraq əvvəl 2 imiş. Əvvəl. 1 var verəndən sonra aşağı 1 düşüb. Buna bizə deyir ki, yer dəyişən ədədlər var ha, o rəqəmlər var. Onların fərqi nə qədər? D çıx B-ni soruşur, elə. D çıx B əvvəl 2 imiş. Yəni cavab 2. 1-dən 200-ə qədər 7 rəqəmlərinin sayı. Neçə dənə səncə? Hər yüzlükdə 20-dir. 40 dənə. 20 100-ə qədər, o birisi də 200-ə qədər. Rəqəmlərin cəmi 15 olan neçə 2 rəqəmli natural ədəd var? Rəqəmlərin cəmi 15 olsun. Elə bir-bir sayaq görək. Az olar, yoxsa çox olar? Az olar da bu. Deməli, 15 olması üçün bu məcbur nə ilə başlamalıdır? 6 ilə. Çünki 5 olsa 5 10'dur. 6 9 sonra 7 8 8 7 9 6 var başqası? Yoxdur. 4 dənə. Rəstam. Sonra bölünəni 4 dəfə artırıb, böləni 2 dəfə azaltsaq qismət necə dəyişəcək? Yəni özündən rəqəm qoya bilərsən, yəni bölünənə. Belə baxaq görək necə fikirləşək. Bölünəni 4 dəfə artırırsan, böləni də 2 dəfə azalırsan. Qismət necə dəyişir? Ən optimalı rəqəm qoymaq. Bölünən 4 dəfə artıbsa, elə bölünən 4-ün özü. Böləni. Fərqi yoxdur bölünənin. Amma belə deyək də, böləndən başlayaq. Bölən 2 dəfə azalbsa, bölən 2-dirsə, özümüzdən rəqəm verirəm də. Böləni 2 rəqəmi verirəm, əvvəl şərtindən görə. Bölünən də 2-yə bölünən bir ədəd olsun. O da tutaq ki, 4-ün özü. 4-ün özü. İndi əvvəl normalda nə olmalı idi? Əvvəl yəni 4-ü elə bir ki 2-yə böləndə eləcək 2. Yəni qismət 2 imiş əvvəl. İndi isə 4-ü 4 dəfə artır, 16 elə. 2-ni də 2-yə böl 1 elə. Yəni 16-nı indi 1-ə böl 16 elə. Əvvəl 2 idi, indi 16 olub. Nə baş verib onda?
8 dəfə artıb. Gəl indi başqa rəqəm qoyaq. Deyək ki, bölən 2 dəfə azalan bir şey olsun. 8 tutaq ki, bölünəndə 8-ə bölünən bir ədəd olsun. 16 tutaq ki. İndi 16 normalda nə olacaq? 16-nı 8-ə böləcəm, 2 alacam da, düzdürmü? 2. İndi isə 16-nı 4 dəfə artırıb böləni 64 edirəm. 8-i də böləni 2 dəfə azaldıb edirəm 4. 64-ü 4-ə bölürəm, yəni bölünəni bölənə bölürəm. Edir 16. Yenə 2 idi əvvəl, olub 16. 8 dəfə artıb. Yəni burada məsələn qayda deyirlər. Götürüb 4-ü 2-yə vururlar, 8 tapırlar elə. Yəni başa düşmək üçün mən rəqəm verirəm həmişə. Bu burada qaydalar hamısı yanında qalmayacaq. 8 dəfə artar. Qalıqlı bölmədə bölən 14, natamam qismət 10-dur. Bölünənin ala biləcəyi ən böyük, ən kiçik qiymətlərin cəmi. Hə, okey. Bundan bayaq işlədik. Deyək ki, burada bir A ədədimiz var, bölünəndir. Böldük. Nəyə? Bölən 14 dedik. 14-ə natamam qismət 10 oldu. Bir dənə də qalığımız var da burada. Qalıq. İndi ən böyük hansıdır? Ən böyüyü tapmaq üçün 14-ü 10-a vururam, 140. Qalığı gələndə üzərinə ən böyük qalıq götürürəm. Yəni 13. Bu edir 153. Düz. Bəli. İndi kiçiyi tapmaq üçün səncə nə götürüm? Mən kiçiyi tapmaq üçün qalığı 1 götürmək lazımdır. Məncə də. Çünki tamam qismət varsa, qalığı 0 götürə bilmərəm. Cümlə quruluşuna görə əslində qalığı 0 götürə bilər, hə? Qalığı 0 götürərəm, ən kiçik yana taparam da. Amma qalığı 0 götürsəm də natamam qismət qalmayacaq orada. Qismət qalardı. Onda qalığı ən azından 1 götürürəm. Bu da olur nə? 141. 140 idi da zaten. Üzərində qalıq 1-i gəlirim, olur yəni 141. Ən kiçik rəqəmlərin cəmini tap. 153 ilə 141-in cəmini tapmaq istəyirdim. Sonra x ədədini 12-yə böləndə qalıq 7 eləyir. Sən onda x-in özü var ha. Ona 7 deyə bilərsən. Həmişə bu qalığı deyə bilərsən. Çünki 7 12-yə bölünməyib, qalıq olaraq özü qalıb. Yəni x 7-dir. X 7-dirsə, apar burada yerinə yazırıq. Bizə deyir ki, 3-ü 7-yə vur, 21. Üzərinə də deyir 5 gəl. Üzərində 5 gəlirəm, eləyir məndə 26. 12-yə böləndə qalıq neçədir? 26-nı 12-yə böləndə qalıq neçədir? 2. Elə natamam qismət də 2-dir. 2 dəfə 24, qalıq da 2. Sonra 2415 ədədinə hansı ən kiçik natural ədədə əlavə etsək, alınan cəm 15-ə qalıqsız bölünər. İndi bir dəqiqə. 15-ə bölünməsi üçün bu ədəd nəyə bölünməlidir? 15-ə bölünməsi üçün Elə bir şey həm 5-ə bölünməlidir, həm 3-ə bölünməlidir. Hə, elə bir şey tap 15-i elə vuruqlara ayırmalısan, qarşılığı sadə olsun ha. Qarşılığı sadə olsun. Deməli 3-5 ayıra bilərsən də sən. 3-5. Deməli 3-5-ə bölünməsi üçün ən kiçik natural ədədi əlavə etməliyəm bura. Normalda bu ədədin özü elə 5-ə bölünür. 5-ə bölünür. İndi bunun rəqəm cəminə baxmalıyam. Rəqəmlərin cəmi bunların eləyir. Belə 2 4 1-i hesablasam məsələn, tutaq ki, bunun üzərinə mən bir rəqəmli ədəd gəlmək istəyirəm. Ona görə 2 4 1-i hesablayıram. Bu eləyir 7. 7 2 4 1-in cəmi. Üzərinə də indi gəldiyim ədəddən asılıdır da. 5-ə bölünməsi üçün deməli 5 gəlməliyəm. O ödənmir. Bax, gəldiyim ədəd 5 olsa, burası 0 olacaq da elə bil ki. Yox, bir dəqiqə. 5 gəlsək, 5 gəlsək nə olacaq bu? 2420 olacaq da. Hətta 7, 0, 1 yadda 7-nin üstünə gəlməli, 8 olmalıydı. Rəqəmlərin cəmi baxın, burada 8 edir. 2, 4, 2, 0-ın cəmi 8 edir. Bu 3-ə bölünmür. Yəni 5 deyil. 5 deyilsə, onda 10 gəlməliyəm məcbur. 5 artmalıdır da gəldiyim ədəddə. 10 gəlsəm, 24, 25 olacaq. 6, 7, 13 edir, 3-ə bölünmür. İndi 15 gəlməliyəm. 2430. Bu olur.
Hə, bax burada bir şey də var ha. Fikir ver. Niyə 15 oldu? Çünki əvvəldən elə bu ədəd 15-ə bölünür. Yo. Bəli. Çünki bunların rəqəm cəmi 12 eləyir də. Bunların rəqəm cəmi 12 eləyir, 3-ə bölünür, axırda 5 olsun. 15-ə bölünür. Əgər bir ədəd 15-ə bölünürsə, ən kiçik üzərinə gəlinən ədəd elə böldüyü ədəd olur. Yəni 15-ə bölürsənsə elə 15 gəlməlisən üzərinə. So, 15 gəlməli idi. Bir də o ədədə mən baxmalıydım əvvəldən. Bu həm 15-ə bölünür vəssalam. Oradan birbaşa 15 gəlməliyəm üzərinə ən kiçik. Sonra 2-yə həm də 5-ə bölünür. Hmm. 2-yə bölünürsə onda B üçün mümkün qiymətlər nə ola bilər? 0, 2, 4, 6, 8. 5-ə bölünməsi üçün artıq mütləq B nə olmalıdır? Hə? B nə Mən 5'e olmalıdır? 0. 5'e böldükten ben 5'e böldükten ben ahırı 0 Sıfır. olmalı ya da 5 olmalı. 5 olsa 2-yə bölünməyəcək. Ha o da. 2-yə bölünməsi üçün B'dən gedirdim yola. 0, 2, 4, 6, 8 deyirdim. Olan heç biri 5-ə bölünmürdü sıfırdan başqa. Deməli məcburən 100% sıfırdır. Bu belə aldıq. Sonra deyir ki, rəqəmlərin cəmi 20-dir. Vəssalam. Bunları topla. Neçə eləyir? 15 üstə yansın A. Bu bizdə 20 eləməlidir. Bu da A da 5-dir də. A-nı tapdıq. Rəqəmlərin müxtəlif 5-ə böləndə qalıqda 3 alınan ən kiçik 4 rəqəmli ədəd. Rəqəmlər müxtəlif olsun. Ən kiçik 4 rəqəmli ədəd. Gəl belə idi. Bu ədəd 1 ilə başlasa 0 olsa 1, 0. 1, 0. 1023 değil bu. 15'e. Ama olur. 1023'tü da bu. Niyə? Hədə 1023-də. 1, 0. Hamısı fərqlidir də. Qalıqda 3 verir də bunu 5-ə. Mən salamda 1023. 2 ədədin cəmi 145. Qisməti 2 ədədin qisməti, yəni. Qismət 2 ədədin qisməti, nisbəti. Qalığı isə 5-dir. Bundan başa düşdüm bir şey. İki ədədin cəmi 145-dir. Qisməti 4-dür. Sual elə bir tam deyil axı. Qisməti 4, qalığı 5-dir. O nə deməkdir ki? Qisməti 4'tü. Məncə orada mən qismət yazmamalıydılar. Mən tamam qismət yazmalıydılar. Həm də 2 ədədin cəmi. Ya da bölünənlə bölənin cəmi olmalıydı. Belə bir şey, ha? Bu nəsə tam sual olmadı bu sual. Qisməti 4, qalığı isə 5-dir. Bu qalsın. Bundan çatmadı o yeri. Hasilin sonu neçə sıfırla bitir? Deməli, sonu 0 olması üçün bizə 2-5 vuruqları lazımdır. 2-5 var bəli. 2-5. Sən də 5'lər daha azdır deyə 5'ə bölə getməlisən. Amma 1-dən başlayırsa. Bu da 1-dən başlayır. Bizə lazım olan. Nə edirsən? 15 deyil. 15'i bölsən 5'ə. Eləyir 3. 3 daha 5'ə bölünmədiyi üçün. 3 5'ə bölünmədiyi üçün. Elə 3'də də yanırsın. Yəni sonunda 3 dənə 0 var. Yo, birdən məsələn şey olsaydı. Nə olsun bu? 50 olsun da tutaq. Birdən 50'yə qədər. 50'ni 5'ə bölürəm, eləyir məndə 10. Gəl məcbur bu aldığım cavabı 10'u təzədən yenə 5'ə bölüm. 5'ə bölə getməlisən. İndi gəlin bu baxa görə həqiqətən 3-dən 0-da ya çoxdur. Deməli 1-dən 5'ə qədər, bax 1-dən 5'ə qədər vursan ədədləri. 1-dən 5'ə qədər 120 olacaq. Burada var ya 5'lər. 1-dən 5. 120 olacaq. 120'ni burada bir dənə 10'a vuracağam. 10 var axı burada. Bir də
12 ilə 15-i vursam, 12 ilə 15-i və yaxud da fərqi yoxdur. 14 ilə 15-i, başqa nə qaldı orada? 16 yoxdur da. Yəni 12 ilə 15-i ya 14 ilə 15-i. Vursam bir dənə 0 əmələ gələcək sonda. Bax 120-nin 0-ı, ona vursam bir dənə 0. Bunlara vursam bir dənə 0. 3 dənə oldu da həqiqətən. Məgər. O birinci dediyim əzbərə yoldur. 5-ə bölməklə gəlirsən. Bunu başa düşmək üçün o birinci dediyim yol burada ədədlər çox olandadır. Məsələn 1-dən 100-ə qədər vursaydı birdən. Hamısını hesablama bir çətindir. 15-ə qədər rahat görürəm ki, hə 3 dənə 0 doğru tapmışıq. Sonra neçə göstərir orada bax? 36 24.